bir video gözlemirdim ben. Ben bir polyarmıyam neyim? Tövbe estağfurullah. Ay Allah, bu ne yanaqdı. Salamlar herkese. Sonunda o bir neçə videoda artıq dediyim Tem'den aldıqlarımın makyaj videosu geldi. Əslində ilk başta bu videonu çekmek istemirdim bu hafta. Çünkü bir videoda görsənir yəqin ki bu alnımın ortasında bəzi sivilcələr falan çıxdı. Ona göre biraz özgüvənsiz hiss eləyirdim. Tamamen makyajsız bir şekilde kameranın qabağına çıxacaq qədər rahat hiss eləmirdim özümü. Sonra bu kanalı açmaq fikri aklıma gələndə özümə verdiyim söz yadıma düşdü. Çünkü məni izləyəcək az yaşlılar da vardır, mənimlə yaşlılar da vardır. Eğer mən kiməsə yəni nümunə olmaq deməyim. Nümunə olmaq üçün, yəni mən özüm də 20 yaşım var hələ. Nümunə olmaq üçün məncə hələ tezdir. Amma yenə də insanların özlərini bu mövzuda pis eləməyini istəmərəm mən. Yəni məni izləyirlərsə, ən azından özündən bu mövzuda rahat olan bir insan görsələr, bəlkə onlara da birazcık da olsa təsir eləyər. Özümə söz vermişdim ki, kameranın qabağına keçərkən özgüvensizlik olmayacaq, bəhanələr olmayacaq, gecikdirmələr, təxirə salmalar olmayacaq. Ona görə dedim, özümə verdiyim sözü tutum. Bugün o videonu çəkirik. Biraz anormal bir makyaj olacaq çünkü göz qələmləri çoxdur, renkləri və olabildiyincə həm göstərmək istəyirəm renklərini, həm də nə edə bilərsiniz təxmini bir fikir yaratmaq üçün iki gözümə müxtəlif makyajlar eləyəcəm. Bir gözüm tam belə renkli olacaq, tam o göy qələmlər, nə bilim bənövşəyə, çəhrayını falan istifadə edərək bir şey yaratmağa çalışacağım. Bir gözümdə isə daha belə qəhvəyə, qaraya yaxın qələmlər var, belə qızılı falan. Onları birləşdirərək daha belə smoky eye dediyimiz bir şey yaratmağa çalışacağım. Gəl başlayaq. Birinci primerımızı çəkək. Üçlü set olaraq almışdım. Əvvəlki videolarıma baxanlar bilir. Əsas mən burnuma istifadə eləyəcəm. Çünki mən Tanani falan istifadə edəndə o burunda yaranan pütürlü görüntüləri falan heç bəyənmirəm. Həm də beləcə təsirində görmüş olaraq ki, nə dərəcə yaxşı təsir eləyir. Tananinin rəngi birazcık mənə tündür, ona görə concealerla qarışdıracağım. Biraz mənə sarı olur bu çünkü. Üstümü aşağı koymuşum. Bir şey çekmişim kimi görsem biraz sanki. Şimdi concealer'a geçeyim. Concealer çok azalmaq məncə çox yetir. Əlimdə indi qalır. Tövbe estağfurullah. Gel pudra istifadə edeyim, biraz rengim özüne gelsin. Hanı pudram? Bu da eləyəcək. Enli falan vuranda, kontur falan vuranda biraz özüme geleceğim yəqin ki. Ve baktıkça özüme gülməyim gəlir. Tövbe estağfurullah, Allah ruhum. Allaha billaha ruh oxşuyur. Ben bu kadar ah bir insan değildim sanki. Şimdi fırçayla üstündeki enliyi taktım. Özüme baktıkça gülməyim gəlir. Kaşlarımı sabitlemedim bu arada. Eşi. Yüzüme renk getireyim. Allah. Her şeyi birbirine giydirdim bu dakikada. Bu Tem'den aldığım paletti. Ben bunu çok beğendim bu arada. Sadece elimde köhnə bir palet var. Ona göre de hem de pen project'e başlamışam. Ona göre köhnələri bitirmeye çalışıram diye hələ ki istifadə eləmirəm. Ama bir dönem o kadar arxa istifadə edirəm ki, çok beğendim ben bunu. Yani pigmenti falan çok yaxşıdır, qalıcılığı normaldır, yani qalır. Bir problem yaşamamışam. Ben hələ ki daha çok enliyini istifadə edirəm. Çünki mən normal həyatımda da gündəlik makyajımdan çox onu istifadə edirəm. Şeyin üstüne böyle önəməyi nə dərəcə məntiqli Tananinin. Bu da hiç görsənmir bu arada. Normalde ama görsənir xeyli. Normalde bu yeterlidir. Cidden normal. Bunda böyle hafiften renk geldi. Şimdi diğer yanağımı deleyim. Bir de ben siz elirsiniz mi bilmiyorum. Burnuma da şey diyorum. Allah. Pinokyo'ya döneceğim geçine ya da ne bileyim kloğuna. Heh. Burnuma da normalde çekiyorum. Ay Allah, bu ne yanaktı. Dağıtmaya çalışıyorum. Ben biraz azaldım. Hep bile dağıtmaya çalışmadan olacak iş değil bu. Bu ne? Bildiğiniz kloğuna döndüm. Fırçadan da azaldık biraz. Heh. Toz məhsullar daha iyi şey eləmək, kontrol eləmək olur. Əsasən də belə krem məhsulları idarə eləmək mənə daha çətin gəlir. Tövbe estağfurullah. Qəşəng var, parıltı verir. Ama bu dəqiqə mən klon bənzəri bir şeye döndüm.
Ona göre biraz azaltmaya çalışıram. Bu ne haldı? Bu tarafın təbiiliyinə bax. Bu ne? Belə bir biabır video gözləmirdim ben. Bu ne? Biraz sakitleşti de. Niye qaşımın üstüne kadar çıxmışam ben? Alıp da ışık çok qəribə vurur. Heç bəyənmədim onun üçün. Belə də arxa normal görsən və mən yerimi dəyişməliyəm. Ama olsun dəyişək. Ay Allah. Ha bak indi belə daha normaldır. 2 saatdır mən baxaram orada. Yarı qaranlıqda, yarı işıqda. Saçımı da yığmışam ki daha rahat makyaj edeyim ama. İndi bu tərəfimi bəyəndim. Bu tərəfim çox gəlməyə başladı. Təbriklər. Birazcık azaldıq. Burnum apışım. Klon burnu kimidir. Qəşəng oldu. Biraz kontur. Yalıq fırça məndən nələr çəkir. Təbii mənim öz xəttim var burada. Ona görə gedəcəm ki, çox belə yenə də kəskin bir görüntü yaratmayayım. Çünki məncə mənim yaşımda makyaj çox ağır olmamalıdır. Burada makyaj demişkən, makyaj edərkən bir fikrimi demək istəyirəm. İndiki dönəmdə mən məsələn metroda falan ya da şəhərdə məktəblilərlə qarşılaşanda şok içində baxıram. Niyə desəniz, belə bir vəziyyət var ki, biz də məktəbli olmuşuq da, tam biz də böyük qızlara çox həvəslə baxmışıq. Biz də makyaj eləmək istəmişik, amma eləməmişik. Mən məsələn məktəbə dırnaqla, yəni laklı getməyi belə okey görmürəm. Nəinki dırnaqla getməyi. Tamam, indiki dövr dəyişib falan deyə bilərsiniz, amma məncə bu dövrlə əlaqəli bir şey deyil. Uşağın yaşından əlaqəli bir şeydir və yəni uşaqlığınızı yaşamaqdan niyə bu qədər qaçırsınız? Dediyim kimi böyüməyə hamımız tələsmişik, hamımız qaçmışıq, amma bu qədər tələsmək də sanki biraz çoxdur. Yəni uşaqsız və niyə qadın kimi görsənməyə çalışırsınız? Uşaqlığınızı yaşayın, bir daha gəlməyəcək o illər. Ciddiyən bu arada gəlmir. Heç bir qram da geri qayıtmır. Belə soruşmur da gedərkən ki, mənim üçün darıxacaqsınız ya yox. Və çıxır gedir. Bir də görürsünüz ki, artıq yəni o uşaqlığınızdakı üz cizgiləriniz yoxdur, nə bilim, əvvəlki o əylənə biləcəyiniz vaxtlarınız yoxdur falan. Çox əlinizdən tez gedir və siz fərqində belə olmursunuz. Amma indi hamı qaçır şeyə, böyüməyə. Yəni bizdə, bizim dövrümüzdə yəni, dırnağı, qoydurma dırnaqları falan məktəb qutarandan sonra olardı. Yəni məktəbin necə icazə verir? Bizim şeyimiz, nə dedilər, Allah, direktor yox, onun şeyi, zavuç. Hə, zavuç kəsər deyə bu arada sizi. Amma bəlkə də indi halda bizim məktəbə də elə gedirlər uşaqlar, heç bir fikrim yoxdur. Siz nədir? Məsələn, şəhərlərdə bir qızım yazmışdı ki, mən 14 yaşım var, heç makyaj eləmirəm, amma makyajda dair hər şeyi bilirəm əslində. Bilin, çox gözəldir bilmək. Amma tətbiq eləməyin. Niyə desəniz, tətbiq eləyəcəyiniz qarşınızda o qədər uzun vaxt olacaq. Amma makyajsız gəzəcəyiniz vaxtlarınız daha az gələcək. Amma ki 20 yaşdan sonra makyajsız çölə çıxanda özünüz belə qəribsiyirsiniz bəzən. Allah çox bir şey elədim. Üzümdə palçıq kimi görsənmir. Burada niyə qəribə görsənir? Mən bu videomu bir də çəkəcəymişim kimi istəyirəm. Biabır. Hə. Yəni hər yaşın öz gözəlliyi var. Baxın, böyümüş biri olaraq, o nöqtələrdən keçmiş biri olaraq deyirəm ki, yəni mən şəxsən uşaqlığım üçün çox darıxıram. Uşaqlığım dediyim bu arada ərgənliyim deyə bilərəm. Şey, neydi o ərgənliyin Azərbaycanca adı? Yeniyetməlik, hə. Yeniyetməlik dönəmi üçün çox darıxıram. Yəni və qayıtma şansım olsa qayıdıb 1-2 ay ən azından oranı yenidən yaşamaq istəyərdim. Mənim yeniyetməliyim o qədər qaçıqaçından, o qədər hər şeyə qaçmaqdan keçib ki, yəni öz həyatımdakı problemlər, nə bilim, yaşadığım bir çox psixolojik şeylər falan deyərkən mən çox qaçıqaçından, çox yaşaya bilmədən keçmiş kimi hiss eləyirəm. Amma yenə də biz gənc olmuş, şey olmuşkən, uşaq olum. Ay Allah, benim getdi. Mən niyə apardım alnımın ortasına çəkirdim? Hə, davam edeyim. Mən yoxsa danışa videonun yarısını yiyəcəm. Bunları taxacaqdım deyə ki, saçlarım rahat olsun falan deyə. 10 il sonra yadıma düşdü, amma mənası yox desən ki, tökülmələr olsun. Hə, yəni uşaqlığınız üçün çox darıxacaqsınız. Əmin olun. Yeniyetməlik dönəminiz üçün çox darıxacaqsınız. Ona görə məncə tələsməyin. Yəni makyajsız gəzə biləcəyiniz, əylənə biləcəyiniz uşaqlığınızı yaşayacağınız qədər yaşayın. Çünki problemlidir və pisdir demirəm böyümək. Amma yəni böyüdükcə artıq hər probleminizdə ana, ata problemi var deyə qaçmayacaqsınız. Ya da qaça bilərsiniz bəlkə də, mən qaçmıram şəxsən. Yəni bir yerdən sonra öz həyatınızı qurmaq. Belə ayırdım renklər. Bunlar da çoxu göydü. Görün nə rəngdir? Ha, bu da tünd göydü. Bunlar da daha qara, ağ, qəhvəyi, qızılı, bronz tərzləridir. Bir tərəfə bir eləyəcəm. Bu gözümə daha smoky, bu gözümə renkli eləyəcəm. Hə. Gəlişi gözəl bir xət çəkirəm, onsuz dağıdacaq. Önemli olan o çəkik görüntünü verməkdir. Axırda onsuz bir dəfə də üstündən keçəcək. Mən balcı fırça götürməmişim amma. Nə zəkalı bir insanım. Gedim onu götürüm gəldim. Deməli,
Nə deyirdim, unuttum. Hə. Yəni məncə burada tələsmək yaxşı bir şey deyil. Çox uzatdım və çox qalınlaşdırdım. Və həfifdən bir liner tərzi bir görüntü eləyirsiniz. Vicdanınıza qədər çəkməyirsiniz. Mən axırda təmizləyəcəm deyə. Və rahatım hər halda, bilmirəm. Bir də gözümün üstünə çox çıxmışam. Hadi dağıtacaq, bronsuz rəng verəcək. Daha sonra qəhvəyə olan hansı etmək? Ha, buydu. Bunu kirpiyi dibimin boyunca belə gəzdirəcəm buradan. Ay, bu kaşım olan değil. Ay mama, bu kaşım olan değil. Kaşım olan buydu. Külək. Son 2-3 gündə havanı mən çözəmirəm. Biz yayda, yazda mıyıq, qışda mıyıq, payızda mıyıq? Bu nə havadır? Yəni bunun üstündən də diblərimlə buralar boyunca da gələndən beri çəkirəm biraz. İndi əlimlə fırça ilə nə istəyirsiniz dağıda bilərsiniz. Mən normalda çox fırçada işlədəndəyim. Anlayacağınız üzrə mən normal makyajımda heç bir şey istifadə eləmirəm. Siz yəqin ki, belə mövzularda daha professionalsızdır, mənə baxmayın. Amma gələm biraz daha tündləşdirim. Normalda da çox açıq görsənir, çözəmirəm. Elimlə mi dağıtsam acaba? Fırça çünki yarısını yiyirmiş kimi hiss elədim. İstədiyim tavanı əldə elədim, amma biraz daha kənarına yiyməyəcəm. Qələmi para qoydum. Makyajın sonunda zombiyə bənzəməsəm, əla olacaq. Vicdanınıza qədər çəkilən yeri silirsiniz. İndi birini göz içimə, birini göz altıma çəkəcəm bu iki qələmdən. Biri qızılıdır, biri daha bronz kimidir. Bunu göz içimə çəkəcəm daha buğulu bir görüntü versin deyə. Göz içimə ağ qələm çəkəcəkdim. Ağ qələmi də bura çəkərəm. Hamısında həll yolu var. Sadəcə bu qələmləri çox göz altınıza çəkməyi tövsiyə eləmirəm. Əsasən də göy və yaşıl rəng kimi rəngləri. Niyə deyə soruşsanız, özümdə bilmirəm. Yayılırlar. Göz içimi çıxartdım. Təbriklər, artıq göz içim yoxdur. Çox güzeldir. Dostlar, bu qələm aşıq olmamaq üçün özümü zor tuturam. Videoda necə görsənir çözə bilmirəm bu dəqiq. Gözüm böyle görsənir sanki. Göz altına da qızılını keçəcəm. Hər rəngi göstərəcəm sizə. Lazımdırsa klona oxşayacaq, amma hər rəngi göstərməyə çalışacağım. Bir dənə yaşıl rəngi göstərə bilməyəcəm. O da niyə deyə soruşsanız. Çünki yaşıl rəng qələmi itirdim. Nə tez desəniz, bəli. Mənim üçün çox vaxt ehtiyac yox deyə. Allah, videoda nə dərəcə dediyim kimi. Senin kameranın dibinə girib baxsan da. Normal baxın. Anlamıram. Kameradan artıq tuta bilmirəm. Göz içinə bu tərəfə ağ qələm çəkəcəm. Buradan da tezdən liner görüntüsünü verəcək ən sonunda. Ağ qələm məncə çox tez getməyə meyillidir. Mən çünki videoda da yoxlayanda biləyimə çəkdim. Yəni siləndə ən birinci ağ getdi. Yəni qaçdı rəsmən bizdən. Mən belə bir şey görməmişdim həyatımda. Həyatımda çıxdım. Ay, mən top almayam. Bu nə? Bu nə? Sen bu kadar top almamalısın ki. Qaldı liner görüntüsünü vermək. Ümid edirəm qəşəng görsənir. Yəni belə canlıda baxanda böyle qəşəng görsənir. Amma videoda necə görsənir bilmirəm. Mən bunu normalda çölə makyaj edib çıxaram. Hokka verməyə hər türlü hazırım. İndi. Buradan bir liner görüntüsü çəkirik. Liner görüntüsü çəkmirəm, bu arada linerin özünü çəkirəm. Mənim üst devrələrim yansıdır, mənim başlayım. Altını bir tık təmizləsəm pis olmaz kimi gəldi. İndi gözüm sumak yemiş kimi görsənmədi. Bu arada normalda mən makyaj eləsəm qələmlə eləmərəm o smokey görüntüsünü. Yəqin ki, mənim tünd renk bir dənə tenim var, ondan eləyərəm. Pasteldən belə bir paletim var. Aça bilsəm onu ilə. Bu rəngi göz üstümə keçəcəm. Onu mən fırçam. Artistəm, make-up artist gənclər. Siz də məni boş görünür. Mən buna bənzər bir makyaj eləmişəm. Daha əvvəl və bu tendən eləmişəm bu üstdəki görüntünü. Qəşəngdir, qəşəng. Susun. Siz də susun, mən də susun.
Ve son bir dəfə qara qələmin üstündən keçəcəm. Çünki 10.000 dəfə qara qələmin üstündən keçdim və qara qələmdə qara qələmlik qalmadı. Elə şeylərə girişməyib. Bu suala da cavab verməyim. Bu sualı nə mən verdim, nə siz eşitdiniz. Kirpiyimə bir şey çəkəksiz Allah. Bu nə görüntüdür. Özümü atacağım. Oha video 37 dəqiqədir. Ben edit eləməyəcəm dostlar. Oturun bir saat baxın. Nə haqqı verdiyimi görmək istəyirsiniz, oturun bir saat baxın. Burada kirpik qıvırmaqda da bərbadam ama. 4 ildir makyaj edirəm. Sadəcə 1 ildir kirpik qıvıram. Heç 1 ildə deyil. Oha 6-7 aydır falan kirpik qıvıramım var. Mən əvvəl nə haqqı verirdim, nə siz bilirsiniz, nə mən bilirəm. Mən sadə makyajlarımla məmnunam. Ona görə çok girişmirəm. Renkli qələmlərdə daha çox əyləncə olsun deyə istifadə edirəm. Siz məni boş verin. İndi deyərəm makyaj. İndi videoda nə qədər görünür bilmirəm, amma realda xeyli təsir elədi. Ay topaldım. Ben bunu istifadə edirəm bu arada. Çox bəyəndim. Uzaqdan baxanda gözümə əslində qəşəng gəlmir. Çünki uzaq görmürəm. Mənim böyük problemim odur. Kameranı uzağa qoyuram ama görmürəm yəni. Aha, mən bunu çox bəyəndim. Düzdür, məncə bu renk, yəni renkli dediyim mavi yaşıl gözlərdən çox daha qəhvəyi gözlərə yaraşacaq bir şeydir. Gözü ortaya çıxardır. Göz içimdən başlayayım, çölümdən başlayayım, heç bir fikrim yox. Linerlə başlayacağım. Ya da çox məntiqsiz göz içimdən başlayacağım. Bu ne biçim bir videodu. Yine eyni makyajı da gözüme. Vaxtı azalda bilərdim. Yəni o birisi gözümə eləyəcəyim makyajı vaxt geçməyəcəkdi. Acaba göz içinə belə çəkmək çox qəşəngdir, amma biraz daha 90'lar vibe verir. Mənim tərzimə uyğun deyil. Mən bunu yenə də bir tık uzatmaq istəyərəm. Çox yüngülcənə də olsa bir çəkik görüntü verməlidir. Çünki mən yumru gözdən çox çəkik göz sevirəm. Öz gözlərimdə biraz çəkik tərzidir. Değildi. Olmaya da bilər. Heç bir fikrim yoxdur. Mən bipolar mıyam, nəyəm? Bir dediğimi bir saniye sonra inkar eləyirəm. Şimdi göz altından çəhraya keçəcəm. Göz iç tarafıma evet ben o şeyi çekeceğim. Pis görünmür ama bir şey tutmuram şu an gözümde. Ne harda ne farklılık var. Ama şey görünür. Bu liner'ında ben o şey neye çehrayla çəkəsəm. Öf. Göz altına çəkməyəsən sırf bir renk. Ama bura tez dağılacaq işte. Olay o. Qəmlər yumuşaqdı deyə biraz yayılmağa meyillidirlər. Mənim də gözüm tez sulanandı deyə. Acaba şey yoxdur deyim belə görsənir. Tuş. Cəmlə almadım. Pis deyil ama mənim normal liner tərzindən biraz farklıdır. Ben biraz daha yuxarıda onu çəkirəm. Pis deyil ama qəşəng görsənir. Ama göz içine farklı bir renk çekseydim diye düşünmedim değil. Çünkü bunlar birbirine çok benzerdi. Ayaklarım kırıldı burada. Ayaklarımın üstüne oturmuşum. Hey. Kaçılmayın. Zatımıza rəhmət. Ay. Ay Allah'ım. Ayaklarım kırıldı. Of, biraz alçağa düştüm. Ona göre kameramda alçağa salaq. Çünkü ayaklarım kırıldı. Daha yukarıda duramıyorum artık. Gözlerim çok güzel göründü. Prosto her gözüm çok ayrı dünyaların insanların gözüdür. Eternity year later. Gözümü daha təcəllədiysən ki, oha.
50 dəqiqəyə yaxınlaşır video. Oturup 1 saatlıq video koyacağım. Görüm kim istəyəcək. Kirpik makyajda çok şey değiştirir. Hal-hazırda göz üstüm palitra kimi olduğu için. Burayı iki gözümde çok beğendim. İki gözüm hərəsi ayrı bir şeye çağırır. Bu baş katı, bu baş katı. Dodaq olarak ben bu iki makyajı neyiniyim? Belki onda yarıdan ayrı bir tərəf fərqli, bir tərəf fərqli çəkim. Gəlin bir bunu vurum. Elədim. Bu. Hem de göstereyim. Belə. Ben bunu çok beğenirim. Aşiqiyəm hətta. Bu tərəfimə buna uyğun bir qələm seçim. Belə yaxşıdır. Ana. Buydu. Yox, deyil. Ha, buldum. Bu tərəfə belə bir kom buldum. Burada qərar qıldım. Belə görüntüyünə baxdım. Dodaqda belə görsənməyəcək. Buna uyğun qələm tapmalıyam. Bunun nömrəsi də 310'dur. Şeyden bak. Şimdi bu taraftan değiştirip ele göstereceğim. Normalde belə eləyərəm mən. Gəlin sizə belə göstərim. Burada özümü şeye çevirmişim. Diyanın saçımı da çok. Gözlerime bakanda gülmeyim gelir ister istemez. Ben iki tarafı da çok beğendim. Güzgüdə baxıb fikir bildirmək mənə daha rahatdır. Çünkü bilmirəm. Bu kölgələr salır. Ben bu tarafa daha çok aşık oldum. Bu benim tersimdi, biraz ondan da olabilir. O kadar eğlendim ki.